Heç tam tanımadığın bir yerdə olub, mən burada olmuşam demisən, bu his təsadüfi deyil. Buna dejavu deyilir. Dejavu fransızca artıq görmüşəm deməkdir. Bu his sanki yaşadığın anı daha əvvəl də yaşamısan kimi bir təəssürat yaradır. Elm adamlarına görə dejavu beyindəki qısa yaddaş və uzun müddətli yaddaşın qarışmasından yaranır. Yəni beynin bir anı yanlışlıqla keçmiş xatirə kimi qəbul edir. Başqa nəzəriyyəyə görə isə bu beynin iki hissəsinin sağ və sol yarımkürənin eyni anı fərqli zamanlarda qeyd etməsindən qaynaqlanır. Nəticədə biri o birindən saniyənin mində birində gec cavab verir və sən bunu artıq yaşamışsan kimi hiss edirsən. Əslində bu hal çox insanda baş verir və əksər hallarda zərərsizdir. Beyin bəzən bizi aldadır. Amma bu onun necə mürəkkəb və möhtəşəm işlədiyini göstərir. Əgər sən də dejavu yaşamısansa, şərhlərdə təcrübəni bizimlə paylaş. Videonu bəyəndinsə, abunə ol.